Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bilincik resepti paylaşacağım. Bilincik bişirmək üçün əvvəlcə qiyməni hazırlayırıq. Soğanı doğrayırıq xırda-xırda. Sonra tavaya yağ əlavə edirik. Yağ qaynara düşdükdən sonra əti əlavə edirik. Əti yaxşıca qovururuq. Üzərinə duz, istiot əlavə edirik. Zövqə görə kim istəsə göyərti də əlavə edə bilər. Mən çox azca keşniş və şüyüd doğrayaraq əlavə elədim. Ətimiz hazırdır. Artıq qovrulub və biz içliyin bilinciklərini hazırlamağına keçək. Bunun üçün bizə 2 stəkan süd, 2 stəkan su, 4 ədəd yumurta, 4 xörək qaşığı duru yağ, 2 stəkan un və azca duz lazımdır. Şeylə qarışdıranda topa-topa qalır. Ona görə son halı belədir. İndi isə qızdırılmış bilincik tavasına əlavə edirik. Sonra obsi üzünə çevirib obsi üzündə qızardırıq. Belə zərif bilinciklər alındı məndə. İndi isə sizə içliyin doldurulması qaydasını izah eləyəcəm. Əlimə diqqətlə baxın. Bu isə növbəti hazırladığım bilincikdir. İndi isə başqa bir tava götürürük və azca duru yağ əlavə edərək bilincikləri qızartmağa başlayırıq. Çox yağ əlavə etməyin ki, bilinciklərdə çox yağ olur ona görə. Hər iki tərəfini qızartmağa başlayırıq. Son halı belə bir bilincik alındı. Hamıya nuş olsun.